15-16 yaşımda, belə deyək də bu proseslər, mən atamla işə gedirdim. Düz mən oxuyurdum onda, İqtisad Universitetini qəbul olmağı düşünürdüm. Onda gedirdim, orada köhnə bina ticarət mərkəzində. Biz orada belə deyək də çalışırdım orada, maraqlanırdım, öyrənirdim. Təbii ki, oradakı komanda fərdlər biraz qəbul eləməmə məsələləri zətlər də olurdu. Çünki yaşım az idi, hər şeyə maraqlanırdım. Bu qiymətlərini və yaxud da malın keyfiyyətini çox detallara girirdim. Biraz ciddi almırdılar. Sonrakı periodlarda artıq O uşaq hər şeylə maraqlanan kimi siz də o sahə ilə 100%, bəli. Və biraz da orada belə deyək də, o komanda Nizami müəllim mənim atamla daha çox belə deyək də, sözlərini eşidirdi deyənə. Artıq məni biz onunla işləmişik, o period keçib. Sonra artıq belə deyək də, etiraf eləyim ki, sonra o komandanın hamısını mən dəyişdim də.